düşüləndi. Diqqətlər görüşün baş hakimində və beləliklə start səslənir. Qarşılaşma start götürdü. Veseli Qarabağ maçı başladı. Keçirdiyi arena standartlar baxımından Avrokubokları qəbul etməklərində deyil. Bu vardı bir qədər sonra uzaqdan qapıya zərbə var. Bu qarşılaşma Reykjavik'də oynanılır tamaşaçılar. Bu məqamı Qarabağ topa nəzarət edir. Bikkalio'dan ötürmə. Yaxınlaşdı. Bikkalio qapı qarşısına göndərir topu və top qapıdan keçir. 1-0 hesab açılır. Golun müəllifi Qarabağın 7 nömrəsi Cali Muaddi. Təkrara baxmaq maraqlıdır. Qapı qarşısına göndərilən top və burada Qapçı geri qaytarır topu. Müdaxiləsi var Qapçının. Savo toxuna bilmədən çıxarır. Bax bu epizod oyundan kənar vəziyyətin olub-olmaması. Kadi. Ondan ötürmə gəldi qapı qarşısına. Geri qaydan top bizim de uzaktan zərbə. Çevirmək. Varkonya burada. Kadi. Kadi'den qapıya zərbə. Top canlı səddə dəyərək meydandan çıxır. Out yerinə İlərlə təzyiq edir Qarabağ. Və bu təzyiqlə top ələ keçirilir. Qapıya zərbə və gol! Və gol, ikinci gol! Golun müəllifi Bikkalio. 2-0 oldu. Bir də epizodun təkrarına. Savo. Savo'dan gələn top və Bikkalio'nun qarşı salınmaz zərbəsi. Langa. Geri. Yankovic'dən cərimə meydançasına. Qapı qarşısına gələn top var. Zubir. Amma topu meydanda saxlamaq mümkün olmur təəssüf ki. İkinci hissə başladı. Heyətlərə bir daha nəzər salaq. Yankovic. Zubir çatdı ötürmə. Qapı qarşıda ötürmə cəhdi amma topu meydandan çıxarır. Langa. Zubir'dən Langa'ya. Langa qapı qarşıda göndərir topu. Savo. Hücumumuz davam edəcək. Savo. Bedavi. Cərimə meydançası ötürmə. Savo və üçüncü gol. 3-0 olur hesab. Bir daha baxaq. Əla bir ötürmə alanlı burada Kadi Borges'ten və Savo. Rəqib müdafiəçinin ciddi cəhdinə, Qapçının səylərinə baxmayaraq topu qapıdan keçirir və hesabı 3-0 edir. Cinahı dəyişirlər. Yohannes Selven. Paudul qapı qarşısında Bedavi Hüseynov. Yenə Yankovic. Cərimə meydançasının istiqamətinə ötürmə var. Savo. Zərbə indirilir. Dirəyə dəyir top. Top qapı dirəyinə dəydi. Qarabağda oyundan oyuna artıracaq. Bəli, heyət yenilənib, yeni adlar var. Kadi Borges irəliyir. Kadi Borges çəkdi. Zərbə indirir, qeyri dəqiqdir. Hakim indi. Səsləndi bu final fiti və beləliklə Bakıda olduğu kimi İslandiyada da